Hakim qulaq Bey asıram. bulamazsın. Sen dedin ki fəqihlərin vilayəti ola bilməz, fəqihlər hökm verə bilməz, müştəhidlər hökm verə bilməz. Sən bunu dedin. Əmr verə bilməz. Vilayət Əmr verə bilməz. hadi əmr verə bilməz. Yaxşı, əmr verə bilməz. Vilayəti ola bilməz, yəni əmr verə bilməz. Mən də sənə sual verdim ki, əmri kim verə bilər? Dedin İmam Mehdi. Sonra dedim ki, İlham Əliyev əmr verə Dedim İlham Əliyev yalnız dedim nə oldu? Fəqihlər verə bilmir. İmam Mehdi Mən də deyirəm, bax indi sualıma cavab verin. Dedim, bax İmam Mehdi cihad əmri. Cihad nə deməkdir? Cavab verirəm də qaqaş, ədalətin budur. Nə gündəsən? Cavab verirəm. Sən bilirsən səhv çıxacaqsan, ona Mən görə sənə sual vermədim. Mən sənə sual vermədim. Mən sənə sual vermədim. Mən sənə sual vermədim. Sən bana cavab. Sən bana sual. mən sənə Əhl-i Beytdən Mən sənə sual qulaq vermədim. as. Qulaq as, ay özünə şiyə deyən. Mən sənə Qulaq as. sual Qulaq vermədim. as. Mən sənə sual vermədim. Qulaq as. Tamam Mən da. sənə sual indi vermədim. danış. Sən mənə sual verirsən. Mən sənə cavab verməliyəm. Sənə mən sual verməmişəm. Qulaq as. Cihad nə deməkdir? Müzəffər Cihad nə ordudan demək? danışır. Müzəffər fırlatma söhbəti. Bu mövzudan şey, cihaddan danışarıq. Mövzudan danış. Xoş deyirsiz Vəhabilər kimi o mövzudan bu mövzuya atlanmaq. Söhbətə qulaq as. Müzəffər ordudan danışırsan, hökm verməkdən danışırsan, fəqihdən danışırsan, gah atlansan film belinə atlansan atın belinə. Bir dənə Şəriətdən danışdığın halda İlham Əliyevi bu məsələyə qatmağından altın vurursan ha kişi. Sən şəriəti ucuzlaşdırırsan, sən şəriəti heç edirsən. Bax, siz danışanda sənin internetin donur. şəriət. Nə oldu? Şəriətə belə dəyər ver. Şəriəti sən ucuzlaşdırırsan ki, deyir. Yox, donmusan. Mənim deməyim budur ki, şəriəti siz o dərəcədə ucuz tutursunuz ki, deyirsiniz ki, İlham Əliyev hökm verə bilər, fəqihlər hökm verə bilər. Şəriəti bu Bəli, İlham Əliyev dünyavi olaraq hökm verə bilər. İmam Mehdinin naibi də İlham Əliyev. İlham Əliyev İmam Mehdinin naibi də. Bədin sən İmam Mehdinin naibi hökm verə bilər. Deyirəm də qulaq as da. Elə bir nəfəsə gözləri yumub danışmaqla sən haqlı olmursan. Qabağında uşaq yoxdur. Deyirəm ki, İmam Mehdi sən özünün dilindən deyirəm. Bax, sən cihadla bağlı danışanda, cihad nədir? Şəri hökm. Mən sənə dedim ki, İmam Mehdidən başqası verə bilməz. Bunu da sənə niyə dedim? Çünki sizin məqsədiniz, ideologiyavız nədir? Mən sənə deyim. Mənim haqqımda öz fikrimi deyəndə mənim fikrimi deyəm. Mənim adımdan niyə danışırsan? Öz fikrimi deyəndə. Mənim adımdan niyə danışırsan? Bəs sən 50 dənə mənim adımdan söz danışırsan. Ay ki, sən söz deyirsən burada. Sən burada kəlmə. Tamam da səbir ol, yaxşı öz adından. Tamam, səbir ol öz adından. Sən nə də ağzından, sən də ağzından çıxarırsan da, harada başqa yerdən çıxarmırsan ki, imkan versin. Mən ağzımdan nə kəlmə çıxır cavab deyim, sən cavab verirsən. İndi səbirli ol, yenə aqressivləşirsən. Mən səninlə mehriban danışırım, səbirli ol, qaqaş. Mənim adımdan danışmadın, söz bir dənə sana mən cavab verim. Sən belə mən nə deyirəmsə mən bunu yaxşı bilirəm. Tamam, dinlə deyirəm. Bax, sənin adından bilsən niyə deyirəm? Çünki sənin videon var. Hədə ay kişi, sən video paylaşmışsan ki, and olsun Allaha, Xamneyi İmam Mehdi ilə görüşür. Buna görə sənin adından deyirəm. Sən belə sözümə qulaq as. Bəli, də indi qulaq as sən. Sən bunun söhbətini eləyirsən məndən. Deyirəm də, nədir söhbətdə? Sən bunun söhbətini eləyirsən. Bilirsən, səhvə gedirsən, niyə dinləmirsən? Mən səni dinləyirəm. Sən bunun söhbətini eləyirsən məndən. Bəs cihad söhbəti, İmam Mehdi söhbətini sən elədin də. Ay ki, sənə deyirəm ki, sən bunun söhbətini eləyirsən məndən. Xeyr, həmin elədiyim söhbəti eləyirəm. Mən niyə bu söhbəti soxursan ortaya? Bəs soxmalıyam biləsən də mənim nə demək istədim. Onda mən də bu söhbəti soxuram ortaya ki, bil. Mən də bu söhbəti ona görə soxuram ki, bil bu söhbəti. Aha. Başa düşdün? Neyniyəcəksən? Aha, qulaq as. Mən deyirəm ki, imamlardan hədis gəlir. Ki, imamlardan. Bu acizlik eləyib canlıdan atsansa, indidən at gedim. Mən üçün boz. Yox, atmayacaq. Burada, qulaq as, burada şey deyirlər, onu bloklayırlar. Hə. Mən sən deyirəm, qaçım söhbətdən. Harada bayaq sən atdın da, mən qaçmadım ki. Yo, dilin sağ ol, mən dedim sağ ol, getdim. Özün mən atdın, hələ təhqir də eləmədin. Öldüm gülməkdən, vay da öldüm gülməkdən. Sən kaydın var, kişi canlıdan atıb təhqir də eləmədin. Mən də yazdım acizsən, bax görsən təhqir elədin. Qulaq as, sən qayıtdın dedin ki, İlham Əliyev hökm verə bilər, müştəhidlər hökm verə bilməz.
Xeyr, dedim İlham Əliyev dünyavı hökm verə bilər. Müstəqil Dünyada şəhəri hökm. millet kırılır orada, ne dünya hükmü? Millet de kırılır orada, adını koysun şahit. İlham Əliyev, ay qaqaş deyirəm də İlham Əliyev. Ermənilərlə görüşsünüz. Ne? Ay qaqaş, İlham Əliyev əmr verdi. Müzəffər ordu Ay vuruşdu. millet şahit bir Qarabağ şahit. 44 günə şəhid bilirəm, bəli. Şahit anlayışı anlayırsan sen. Şahit sözü anlayırsan sen. Əlbəttə ki, Şahit anlayıram. ne demek? Şahit ne Əlbəttə demek? ki. Ay Qarabağda Şəhid nə vuruşanları şəhid görməyənin qanunda problem var sonra. Şahit ne demekti? Cevap ver. Şəhid bilmirsən nə demək? Şahidlik edən. Şahidlik edən. Ərəbcə Şahit tərcümə. necə olur? İnsan necə şahit olur? Necə yəni insan necə şəhid? Allah yolunda ölən şəhid. Al verirəm də insan necə şahit olur? Allah İnsan yolunda necə? dünyasında. Ermənidən ölənlər şahit. Nə? Allah yolunda. Ermənidə Allah yolunda. cihadda ölən şəhid. Allah yolunda. Bir dənə Cihad bir cürə Cihadda ölən qulaq as mənə. Qulaq as mənə. bir dənə növü Qulaq as var. mənə. Ay kişi qulaq as. Sən Qulaq dedin ki, as. cihadda ölən şahiddir. Bəli. İlham Əliyev cihad hökmü vermişdi orada. Xeyr, öz torpağında vuruşub ölən də şəhiddir. Ermənilər öz Tamam. torpağında vuruşub öldülər. Xeyr, Ermənilər öz bizim torpağında. Qarabağ bizimdir ki, vuruşdular, dünyasını dəyişdilər, şəhid oldu. Bildiyimdə indi ermənilər o tərəfdə öldülərsə şahid hökmündədir. Xeyr, nəcis. Niyə? Vapervi Niyə? xaspərəstdirlər, Niyə? müsəlman deyillər. Niyə? Cavab Deyirəm də, Vapervi xaspərəstdirlər, müsəlman deyillər. İçlərində müsəlman olsa şahid hökmündədir. Xeyr, yenə də öz torpağında vuruşmayıb axı. Niyə? Öz torpağında, sən Quran ayəsi deyirəm mən. Öz Sən Quran torpağında ayəsində vuruşub. Öz torpağında vuruşub. Quran ayəsində Öz belə bir şey torpağında var. öz torpağında vuruşan şəhid deyil. Hökmü danırsan ha. Qulaq as da mənə, Afrikalı öz torpağında vuruşur, şahid hökmündədir. Müsəlmandırsa əlbəttə ki. Əlbəttə ki, Müsəlmandırsa əlbəttə ki, öz torpağında vuruşursa belə. Quran bəşərə gəlib. kim öz torpağında vuruşdursa şahid hökmündədir. Əlbəttə ki. Onda Suriyada döyüşənlər də sən şahid kimi baxsın, öz torpaqlarında vuruşur. Suriyada döyüşən Vahabilər idi. Onları mən şəhid demirəm. Ben niye hayır ola? Dedin ki öz torpaqlarında vuruşurlardı. Kimin öz torpağıdır ki? Hardan öz torpağı? Suriye'de. Orada yaşıyorlar. Adı Hüseyin olanı tutub başını kəsirlər. Öz torpağı deməkdir. Nə Orada yaşayırlar da, orada yaşayırlar. Orada yaşayırlar. Orada yaşı kimdən vuruşurdular? Kimdən Fərqi vuruşurdular? nədir? Sən demədin öz torpağında döyüşən şəhid hökmündadır. Kimdən vuruşurdular? Cavab ver də. Öz torpağında Fərqi kimdən vuruşurdu? Necə yəni? Mən deyirəm, mən ordum, mənim Azərbaycan əskərim erməni ilə vuruşurdu öz torpağında. Mən də sənə deyirəm ki, yalandan döyüş adı soxursunuz, zor girib ermənilərlə barışırsınız, adınızı da qoyursunuz. Kim barışıb ala? Bu demək, milləti verirsiniz Raskoda. Stat gətir. Stat gətir. Kim barışıb? Barışmır. Kim barışıb? Gətir də stat Sülh gətir. nədir? Van 1900 adam baxır, stat gətir. Nə? Sülh nədir? Sülh nədir? Sülh nədir? Xarici siyasi taktika. Taktik. Xamneyi kimi 20 ildir yalandan demir ki, İsraili minəcəm, İsraili beləyəcəm, hələ heç nə yoxdur ortada. Hələ arada ölənlər də elə bizim Azərbaycanlılar oldu. İrandan böyük kim minib indiyə qədər İsrailə? Mənə bir dənə Harda minib? Zəng eləyib falan yeri boşalt, bombalayacam oranı, o bəyəm şeydir, minməkdir. Sən harda, niyə yalan danışsan? Nətər yəni niyə yalan danışdın? Ay kişi, bir İranın, qulaq as mənə, deyirəm sənə, qabağında bəpər var. Qulaq as, mənlə siyasət batasan, indi Xamneyinin necə fərqi olduğunu açıb tökəcəm burada. Mən özümdən çıxartmada, deyirəm qanacağım mərfətin olsun. Gəl, mövzumuza qayıdaq. Ay kişi, bütün dünya, provasiyasyon eləmə, bütün dünya dediği ki, bütün dünya. BMT-dən tutmuş, ta bütün dünya bunu təsdiqlədi ki, İsrail'i bu günə qədər heç bir dövlət bu səviyyəyə gətirib qoymayıb. Ay qaqaş, digən sözü ver. İndi icazə ver mən deyim. Ancaq qulaq as. Siz nə inadınız? Qulaq as, siz nə inadınız? Zəngəzur Azərbaycanlı verdiniz Trumpa. Qarabağ Azərbaycanlı verdiniz İsrailə. Sənə görə, o sənin manipulyasiyan da kişi. Mənə görə, yalan deyən adı Allah kökünə lənət eləsin, əgər verməyibsiniz. Amin, həri. Trump eləmədi zora adın, Kardonun adın Zəngəzur Azərbaycanlı dörü idi. Sən xarici siyasi taktikaları başa düşməksin. Nə xarici siyasət adın qoydunuz ki, Trump koridoru, nə xarici siyasət? Nə Paşinyan koridoru qoyası deyildi ki. Və niyə Trump koridoru bomba qoydunuz, hə? Deyirəm Paşinyan koridoru qoyma, yoxsa Məşədə Anna koridoru qoymalı idi. Trump koridoru qoydunuz, hə? Məşədə Anna şey qoymalı idi. Trump qoymalıydınız.
Abi sal, ədalətin olsun, vicdanın olsun. Adalətin Get. olsun, səndə olsun, torpağı Get verib bir. Amerikaya. Bir söz ki, şey qoyar. Ya bu sənin şəxsi fikrindir. Bu sənin şəxsi fikrindir. Sən bu dəqiqə bilsən harda? Bu dəqiqə bilsən harda? Şəxsi fikrimdir. Açım kamera göstəreyim. Açım kamera göstəreyim. Torpaqları açıq aşkar verdiniz. Deyirəm açım kamera göstəreyim harda? Tüpürdünüz şəhidlərin qanına. Müharibə olar, falan şey olar, bəs əvvəldən eləməzdi də millət verməz. Ağzının qatığını dağıtma, yekə adamsan, şəhidləri qatma bura. Şəhidlərin qanına tüpürdünüz siz birbaşa. Sən qeydirmə təqihi. Nə oldu? Zəngəzur Azərbaycandır. Nə oldu? Zəngəzur Azərbaycan. Qışqır bağırla sən ədalətli olmursan. Zəngəzur Azərbaycan idi. Nə oldu? Zəngəzur indi Trump'ın. El gözü tərəzidir. El gözü tərəzi. El gözü görür onsuz da. Prosta el gözü səsini çıxarda bilmir ki, şərriyib tutturursunuz cəmaatı. Kim şərriyib? Tutturursunuz da başqa bir nə gəlir? Dərindən tanıyırsan. Danışığından Yalançı Allah lənət eləsin. Danışığından bir iş verən sənə. Yalançı Allah lənət eləsin. Yalançı Allah lənət eləsin. Sən əgər belə durursansa burada mənim üzümə, görsən məhkəmədə necə mənim üzümə durarsan. Hələ ki üzə duran sənsən. Hələ ki üzə duran sənsən. Görünür də. Deyirsən ki, Məşədi filan qoya, Basman qoya, torpağa açıq aşkar verdiniz Trumpa. Məşədi Annanı Məşədi aparan kim idi? Annanı Məşədi aparan kim idi? Annanı nədir? Lazım olsa Mehribanı da aparan. Zəngəzuru boş verin Məşədə sevimli torpağa kim idi? Nə olar ki? Mehribanı da Məşədə apararıq. Annanı da Məşədə apararıq. Netanyahu'nun arvadı Saranı da Məşədə apararıq. Məşədin qapısı hamısını açırıq. Lazım olsa sənin arvadını da apararıq, ziyarət elətdirərək Məşəddə. Məşədin qapısını hamısı açıqdır. Biz Məşədə kimə vermərik. Amma siz torpaqları verdiniz açıq aşkar. Məşədin qapısı hamısına açıqdır. Netanyahu'nun arvadına da açıqdır qapısı. Mehribana da açıqdır. Amma Məşədin qapısı açıqdır. Amma biz Məşədə heç kimə vermərik. Siz açıq aşkar müsəlmanların torpaqların verirsiniz Amerikaya. Şəhidlərin qanına tükürürsünüz. İmamın sözündən öz nəfsini üstün tutdun. İmamın sözü nədir ki? Sən deyirsən ki, İlham Əliyev hökm verə bilər, müştəhidlər hökm verə bilməz. Hansı imamla danışırsan? Hökm verir, dünyavı hökm verir. Dünyavı dedən millətə şəhid deyirsiniz. Şəhid hökmü nə deməkdir? Ay qaqa, şəhid İlham Əliyevin sözünə görə biz şəhid demirik ki, bizim öz inancımız var. İlham Əliyev hökmü, bəsdir qutar adam əsas verir. İlham Əliyev bu sözü deməsin, damat gedərdi, qırğın olardı orada. Sən haqlı olsan belə qışqır bağır salmarsan. Haqlıydı, Peyğəmbər sallallahu aleyhi və səlləm haqsızlıq görəndə onun şax damarı görsənərdi qəzabından. Onda Peyğəmbər sallallahu aleyhi və səlləm haqsız idi. Deyir, şəhəri hökm verir, dünyavı hökm verir. Bir də ona cavab ver. Fırlatma söhbəti. Niyə sual var? Sualıma cavab ver də. Niyə sən fırladırsan ki, deyirsən fırlatma? Biz açıq aşkar Azərbaycanın Qarabağından tutmuş, Şuşasından tutmuş, Zəngəzuruna qədər hamısı satdınız xaricilərə, Amerikaya, nə bilim İsrail. Deyir, şəhəri hökm verir, dünyavı. Danırsınız. Siz bunu danırsınız. Bir dənə 20 saniyə bağışlayır. Torpaqlarımızı satdınız xariclərə. Bu fakt. Bir dənə 20 saniyə səbir ol, uşağı verir. Siz millətin ruhunu da satdınız. Siz Azərbaycan kimliyini də satdınız. Hər şeyi satıbsınız siz. Sizin üçün müqəddəs heç nə yoxdur. Yalandan imamın adından danışma. Yalandan dindən danışma. Yalandan vətəndən danışma. Siz and olaraq hamınız yalancısınız. Hamınız yalancısınız. Allah'ın sənin aranda deyil, sənin yalan andın. Allah'a deyirsən ki, mən ki, Paşinyanın arvadın, sən gör necə dalyok insansan. Deyir, Paşinyanın arvadın, siz Məşədə apardınız. Lazım olsa Netanyahu'nun arvadını da apararıq. Kimisə Məşədə aparmayı... Deyirsən ki, Zəngəzuru verdiniz. Deyirəm ki, Zəngəzura Paşinyanı buranla... Dəmir yumruq ki, Zəngəzur Azərbaycandır, demirdiniz. Ay qaqaş, mən səninlə qalxmışam bura... Ay qaqaş söhbəti edək, deyirdin ki, Zəngəzur Azərbaycandır. Zəngəzurun adını dəyişdiniz, qoydunuz Trump koridoru. Satdınız siz yoxsa yox. Sənə elə fakt elədir. Fakt elədir. Deyirəm, o sənə elə gəlir. O sənə elə gəlir. Sənə elə gəlir. Dəyişmədilər Zəngəzurun adı. Yox, heç nə də dəyişmir. Yalan yanı soltuna lənət. Yalan yanı zatına lənət. Zəngəzurun adı dəyişir. Zəngəzurun adı dəyişir. Zəngəzurun adı Trump koridoru dindi. Koridor nədir ki? Zəngəzur bilirsən nə boyda bir yerdir. Zəngəzur koridorunun adı Trump danışırsan, Zəngəzurdan danışırsan. 100 illik müqavilə ilə Trump koridoru qoydunuz adını.
Zəngəzurun müqavilə ilə. eşidirsən məni? Bax, gedirəm Zəngəzura. Plakata Zəngəzur yazılıb yoxsa Trump yazılıb? Sən dəlisən, sən Zəngəzura edə bilərsən. Gedirəm Zəngəzura. Plakata nə yazılıb? Get sən. Nə yazılıb? Cavab ver də, gedirəm yoxlayam. Get yoxla, get Zəngəzura. Hədə sualıma cavab ver, gedim yoxlayım da. Dünənki Trump yazılıb, Zəngəzur yazılıb. Ay kişi, sənə deyirəm ki, İlham Əliyev getdi qol çəkdi ki, bura Trump koridorudur. Adını bu cürünə qoydular. İlham Əliyev qol O çəkdi. ki Zəngəzur, o boyda Zəngəzurun adı oldu Trump koridoru. Yalançı Allah lənət eləsin. Hədə sən koridordan danış da, sən niyə deyirsən Zəngəzurun adı oldu Trump? Fərqi nədir? Trump'ın da ora, Trump'ın da, ay tupoy. O sənə elə gəlir. O sənə elə gəlir. O boyda Kimin Amerikaya var? balaca Zəngəzur lazımdır. Boş danışırsan. Həli. O sən xarici Mən niyə siyasi, Trump koridoru? sən xarici siyasi taktika nədir hələ bilmirsən. Çünki İranın Allah'a qırağına deyirəm, bilmirsən. sən Allah'a deyirəm, Allah'a deyirəm, sənin kimi satqını yoxdur da Azərbaycanda. Hə, 2 yaxşı da dəqiqə olsun. bizim millətimizi hamısını qatqada verərsən. Allahla sənin Vallahi, aranda yaxşı. billahi, tallahi, sən ermənidən də pissən ha. Vallahi deyirəm, amma ermənidən də pissən sən. Hə, yaxşı. Sənin kimiləri Allahla gərək sənin bir aranda. saniyə belə yaşamasın. Andola Tamam. yerin göyün Rəbbinə deyirəm, sən ermənidən də pissən. Sən bütün Tamam bizim da yaxşı, Azərbaycanımızın səbir ol, qeyrətini səbirləşmə. satarsan, qeyrətini Hə, yaxşı, satarsan, yaxşı, sən deyəm də. Hə. sonra deyəsən ki, belə şey yoxdur. Basit Ay o belə qardaş, insanlar. sənin Açıq-aşkar bu Zəngəzurun kardonu adını qoyub. sənin bu ay qardaş, sənin bu sözün mənə yapışmır. Biraz Andola səbirli yerin ol. gibi sənin kimi insanların səbəbi nədir ki, bu cür insanlar gedirsiniz, rasxoda verilir. Yalandan şəhid şuarı, yalandan qazi şuarı, milləti, qaziləri, bütün Burada şəhid rasxoda ailələrini verən sənsən ki, rasxoda verən sənsən ki, rasxoda verən sənsən Mən ki, də rasxoda- danışan yerdə deyirəm, rasxoda verən sənsən ki, Əhl-i Beytdən danışdığımız yerdə söhbəti bilə-bilə cavab verə bilmədiyin üçün hara fırlat. Sən deyirsən də sən Bir gör rasxoda verən sənsən yoxsa mən. Sən deyirsən ki, İlham Əliyev fitva verə bilər. Deyir, mən Üç dəqiqə fitva verə mən bilər. İlham Əliyev adı çəkməmişəm. Sən mənə sual Takipsən. vermisən. Mən demişəm ki, bayaq da sən- İlham Əliyev bir tək Azərbaycan Müzəffər ordusuna əmr verə bilər. Vəssalam. İlham Əliyev şəhəri hökm əmr verir. Hansı müzəffər oldu? Hansı müzəffər oldu? Azərbaycan Respublikası Müzəffər ordu. Hə, o deyək qazilər 80 manat pul verirsiniz, translator hansı? Ha, sən indi ordunun pulda görürsən, mən qazini erməninin anasını ağladan kimi görürəm. Nədə görürsən? Yaxşı ordunu nədə görürsən? Cavab ver. Nədə görürsən ordunu? 44 gündə erməninin pətənəyin dağıdan kimi görürəm. Nədə görürsən ordunu? Cavab ver. Nədə görürsən ordunu? Deyirəm də 44 gündə erməninin pətənəyin dağıdan görürəm. Hətta bu da pətənəyi dağıtdın, sonra da ay qazi gəl şapalaq altı ol ha. O özü digər məsələdir. Başqa O mövzu. ona qarışmıyor olmaz. Ha qazilər qurban ola bilər. Qazilər nə bilim baş Xeyr, şapalaq ola bilər. xeyr, o mövzuda Ha, danışsan, niyə o mövzuda danışsan, onda sən deyəndir. Niyə Deyərsən ki, susmusan. Amma mən sənə qalxıb burada nə demişəm? Demişəm Vüsal bəy, Sən deyirsən- sənin Ay elində ki, güvənirəm. Müzəffər orada- Zəhmət O olmasa, insan- o insana- Əhl-i Beytdən Ay, sənə təqdim elə ki, qeyri-məsum əmr sahibi ola bilər. Aktyorluq eləmə, aktyorluq eləmə. Qulaq as. Nə görsən? Müzəffər orada o orduya deyirlər. Müzəffər orada o orduya deyirlər ki, Müzəffər orada o orduya deyirlər ki, onun qazisi, onun şəhid ailəsi, onun yetimləri, nə bilim şəhidin arvadı, xanımı rahat huzur içində yaşayar. Müzəffər orada budur. Müzəffər orada budur ki, onu rasxoda verəsən, burada da onun anasının başına təpiyi vurasan, şillə vurasan. Bu Müzəffər ordudur. O özü deyirəm sənə, o özü başqa mövzudur. O söhbət eləməksənsə, o söhbət eləməksənsə, o söhbət eləməksənsə, tamam da, o söhbət eləməksənsə, dinən ki, qeyri-məsum əmr sahibi ola bilməz, sənə mövzumuzu bağlayaq, keçək başqa mövzu. Sən and ol Allaha deyirəm, ermənidən pissən də sən yəni deyirəm. Sən bu yüzə. Ay bu sən Allahla sənin arandadır, ay Vüsal. O Allaha and olsun, sən beləsən eləsən, o mənə yapışmır qədər. Sənin kimilər nə qədər Azərbaycanda var, bu bizim. Bax görürsən bir sistemə görə, insan